hər bir insanın zəif cəhəti ola bilər. Amma əsas məsələ bundan ibarətdir ki, zəif cəhətləriniz güclü tərəflərinizdən daha çoxdur, yoxsa güclü tərəfləriniz zəif cəhətlərdən daha çoxdur? Ayrı-ayrı yazmalısınız. Yəni mən yaxşı cəhətdən indiyənə qədər uğurumu əldə etmək üçün nə etmişəm, mənfi cəhətdən bu uğuru əldə etmək üçün nə etməmişəm. İçinizə atdığınız nə qədər çox şey varsa, qarşıda bu böyük problemlərə səbəb ola bilər, nevrotik problemlərə, depressiyalara səbəb ola bilər. Salam əziz izləyicilər, mən bugün sizə özgüvənsizlik və ondan xilas olmağın yollarından danışmaq istəyirəm. Elə keçək mövzumuza. İlk yol nədən ibarətdir? Siz özgüvənsizlikdən çıxmaq üçün özünüzü dürüst şəkildə dəyərləndirməyiniz lazımdır. Bu həyatın hər bir yerinə aid ola bilər. Yəni ola bilər ki, siz hər hansı bir böyük uğur qazanmısınız və yaxud da hər hansı bir tapşırıq eləmisiniz. Bu tapşırığı, yəni bu işinizi tam obyektiv bir şəkildə dəyərləndirsəz, onun üzərindəki səhvləri də elə özünüz görə bilərsiniz. Özünüz gördükdən sonra da siz bir o qədər də mükəmməl bir iş ortaya çıxaracaqsınız. Və indiyə qədərki araşdırmalar da onu göstərir ki, siz ətrafdan nə qədər yaxşı rəylər aldıqca özgüvəniniz də artmağa başlayır. Digər bir xüsusiyyət. Siz burada hər mövzudan elə söhbət gedə bilər. Yox deməkdən çəkinməməlisiniz. Yəni düşünməlisiniz ki, mən qarşıdakına bəli deyirəmsə, burada artıq özümə yox demiş oluram. Özünüzə yox deyirsinizsə, avtomatik olaraq özgüvəniniz burada aşağı düşməyə başlayır. Digər bir yol nədən ibarətdir? Özgüvənsizlikdən çıxmaq üçün güclü və zəif tərəflərinizi müəyyən etməyə çalışın. Bunun üzərində işləyin. Həm güclü tərəflərinizin üzərində işləyin, həm də zəif tərəflərinizin üzərində daha çox işləməyə çalışın. Hər bir insanın zəif cəhəti ola bilər. Amma əsas məsələ bundan ibarətdir ki, zəif cəhətləriniz güclü tərəflərinizdən daha çoxdur, yoxsa güclü tərəfləriniz zəif cəhətlərdən daha çoxdur? Bunu yəni daha da bərabərləşdirə bilərsiniz və yaxud da güclü tərəflərinizi daha çoxalda bilərsiniz. Digər bir xüsusiyyət nədən ibarətdir? Kiçik addımlarla hədəfə yönəlmək. Siz nə qədər böyük addımlarla hədəfə yönəlməyə çalışsaz, o qədər də motivasiyanız daha düşəcək aşağı. Məsəl üçün ilk dəfə bir dəfə alındırdınız, o böyük addımı atdınız, qazandınız o uğuru. Amma ikinci dəfə yorulacaqsınız. Artıq o böyük addımlar atmaqdan siz yorulacaqsınız. İkinci dəfəni ata bilməyəcəksiniz o böyük addımı. Növbəti uğurunuzu qazana bilməyəcəksiniz və nə olacaq? Motivasiyanız aşağı düşəcək. Motivasiya aşağı düşəndə də avtomatik olaraq özgüvən də aşağı düşəcək, özünüzü də duyğusal olaraq pis hiss etməyə başlayacaqsınız. Buna görə də kiçik addımlarla bacardığınız qədər irəliləmək, dəqiq bilmək ki, mən artıq bunu bacarıram. Bu cür irəliləmək həqiqətən də həm sizə motivasiya, həm də özgüvən verəcək. Digər xüsusiyyət isə uğursuzluq qorxusu ilə üzləşmək. Siz uğursuz olubsunuzsa, bu təhlükə demək deyil. Hər hansı bir universitetə qəbul olmamısınızsa və yaxud da hər hansı bir çox çalışdığınız bir şeyi əldə etməmisinizsə, bu həqiqətən də hər şeyin sonu deyil. Bunu hər kəs deyir, amma sizin bunu daha çox anlamağınız üçün nə etməlisiniz? İndiyə qədər ki, bütün müsbət addımlarınızı və mənfi addımlarınızı ayrı-ayrı yazmalısınız. Yəni mən yaxşı cəhətdən indiyənə qədər uğurumu əldə etmək üçün nə etmişəm, mənfi cəhətdən bu uğuru əldə etmək üçün nə etməmişəm. Etmədiyiniz şeylərin siyahısını yaza bilərsiniz və baxa bilərsiniz ki, mənfi cəhətlər daha çoxdur, yoxsa müsbət cəhətləriniz daha çoxdur. Əsasən burada mənfi cəhətlər daha çox olur. Siz obyektiv cəhətdən bunu dəyərləndirirsinizsə, amma müsbət cəhətlər daha çoxdursa burada, artıq siz motivasiyanızı qaldırmalısınız. Bir dəfə alınmayıbsa, demək ki, bu sizə yeni bir şans vəd edir və siz bəlkə növbəti dəfədə daha yaxşı nəticələr ortaya çıxara bilərsiniz. Növbəti xüsusiyyət isə iç səsinizə qulaq asmağınız önəmlidir. Siz hər hansı bir qarşınızdakına cavab verə bilməyəndə, özgüvənsizlik yaşayanda, iç səsiniz burada sizə nə deyir? Mən həqiqətən də çox yaxşı hiss elədim bu qarşımdakı insana cavab verməyəndə, yoxsa mən bunu qəbul edə bilmirəm içdən, amma qarşı tərəfə məcburən, yəni içmə atmağa başlayıram. Buna görə də həmin anda çalışmalısınız ki, İçinizdən nə düşünürsünüz, ona qərar verin. Digər xüsusiyyət isə özünüzü daima müqayisə etməyə çalışmamaq. Sağlam rəqabət yaxşı bir şeydir. Amma bunun sağlam olmayanı, yəni rəqibiniz nə edirsə, hansı yolla gedirsə, siz də onun yolu ilə davam edirsinizsə, artıq burada siz öz yolunuzu unutmağa başlayırsınız.
Yəni öz şəxsiyyətinizi, öz xarakterik xüsusiyyətlərinizi unutmağa başlayırsınız və bu da əslində çox böyük özgüvənsizlik yarada bilir bir insanda. Mənim videom bu qədər. Sağ olun. Abunə olmağı unutmayın.